Herkese salam dostlar. Kanalıma hoş geldiniz. Ben Nurdan Amanova. Mən isə İnci Amanova. Biz Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda 9 buraxılışda hər ikimiz 263 bal toplamışıq. Seçməkdə məqsədimiz o idi ki, 9-cu sinif şagirdlərə hal-hazırda böyük ehtimalla 8-ci siniflər, yəni daha aşağı siniflərdə baxa bilər, amma əksəriyyət 8-ci sinif olacaq və yəni bu imtahan prosesi müddət boyunca hansı hallar yaşanır? Yəni sizə daha çox kömək etmək məqsədilə seçdik. Birinci riyaziyyatdan başlayaq. Onlar əslində birinci riyaziyyatdan başlayaq. Deməli, əvvəlcə Nurdan riyaziyyatdan istifadə etdiyi kitablar haqqında desin. Mənim biraz riyaziyyatdan istifadə etdiyim kitablar çox bol idi. Yəni mən riyaziyyatda bəziləri sadəcə toplunu tövsiyə edir, toplu ilə dayanır, amma mənim üçün elə deyildi. Mən əlavə sual tipləri görməyin tərəfdarıyam riyaziyyatda. Əslində hər fəndə elədir mənim üçün, amma riyaziyyatda xüsusilə. Hətta mənim işlədiyim kitablardan bir-ikisini sizə sayım. Mənim ən çox tövsiyə edə biləcəyim Eremi sınaq kitabı idi. Burada gətirmişəm hətta. Budur. Sən işləyibsən bunu? Yox. Bu işləməyib. İzlənin sınaq kitabı, sonra şəklini qoyaram buralara. Sən işləyibsən? İzlən işləyibsən. İzləni bizə Məhəmməd Abuşov ikimizə də tövsiyə etmişdi. Onu da kanalın buralara bir yerə qoya bilsəm qoyacam. Ona da gedib baxa bilərsiniz. Sonra həmişə kimi toplular. Sən də böyük ehtimal işləyibsən. 9 ili də işləmişəm, 1-2-ni də işləmişəm. Belə də yəni güvən işləmişəm sonra mən həm 9-da işləmişəm, həm 11 işləmişəm buraxılış üçün. Sən hansı? Yalnız 9 işləmişəm. Bu arada riyaziyyatım 93 idi. 2 dənə diqqətsizlik səhvim getmişdi. Ətraflarım hamısı full idi. Yəni əslində 100 sayıla biləcək bir bal idi. Çünki orada bildiyim hər şey düz idi. Sadəcə 2 dənə diqqətsizliyim var idi. Və bilmirəm, sizinki mən bu arada uşaqlar 2-ci zona, yəni 12 aprel imtahan vermişəm. İnci 3-cü zona neçəsi idi? 26 aprel verib. Sizin riyaziyyat necə idi? Deməli 26 aprel və 12 aprel riyaziyyat imtahanları arasında mənim fikrimcə fərq nə idi? Bizim imtahanda, yəni 26 aprel 3-cü zonada imtahanda funksiya sualı biraz gəlib görmüşdüm. Sadəcə o mənim diqqətimi. Çünki indiyə qədər elə bir sualın qarşılaşmamışdıq. Yəni bu sadəcə 3-cü zonaya salınması bir fərqli sualında məncə biraz haqsızlıq kimi idi. Düz çətin sual olmaya bilər. Düz mən səhv yazmışdım mən bu sualı. Amma yəni bəziləri üçün rahat sual gələ bilər. Sadəcə biraz fərqli sual tipi idi deyə mən o sualın salınmasından razılaşmıram. Yəni ətraflara gəldikdə məncə ətraflar demək olar hər üç zonada da eyni səviyyədə, orta və çətin səviyyəli idi hər üç zonada. Açıq qapalı suallara gəldikdə məncə 2-ci zonanın qapalı sualları biraz daha vaxt alan idi, amma 3-cü zonanın qapalı sualları daha tez həll oluna bilən, yəni rahatlıqla cavabı tez tapıla bilən suallar idi. Mən riyaziyyatdan əsasən ətraflar ən qorxduğum hissələrindən biri idi, sənin də həmçinin. Ona görə ətrafları mən əsasən Eylər Akademi Nicat müəllimin paylaşdığı, Telegram kanalında paylaşdığı ətraflar haqqında PDF var idi. Oradan işləməyi üstünlük gördüm. Həmçinin 20 sınaq riyaziyyat 9-cu sinifdən işləyirdim. Sən də həmçinin 9 və 11-dən işləyirdin, bildiyim qədər. Bu sualları ən əsaslarındandır. Sənin neçəsi düz idi? Məndə ikisi tam düz idi. Biri 2-də 1, biri 3-də 1 bal idi. Mənimki də hamısı düz idi. Maşallah. Riyaziyyat haqqında bəs qədər danışdıq, bəs qədər sözümüz dedik. İndi ingilis dilindən danışacağıq. Mənim açığı ingilis dilində tək problemim esseydi. İngilis dilində sadəcə mənim bir dənə səhvim var idi. O da zamanlarda idi. Çox bəsit bir sual idi. Sadəcə gözümdən qaçmışdı və bayaq dediyim listening məndə hamısı full idi. Bunda full deyildi. Hə, məndə təəssüf ki 4 sual idi, ikisi düz idi məndə və mən də listeningdən çox qorxurdum. Həm də bizə məsələn tərcümə ilə bəzi listeninglər olur ki, eləmək olur. Bizdə gərək qulaq asasan da, yəni tərcümə eləyərək tapa biləcəyimiz bir listening deyildi 26 apreldəki. Mənim amma listingim qorxduğum qədər deyildi. Bəxtim gətirmişdi. Mən kitabça verildi bizə. 1 dəqiqə əvvəl verildi deyəsən. Dedilər ki, 1 dəqiqə sonra dinləmə açılacaq. O 1 dəqiqə baxın kitabça. O vaxt heç biliyimiz yox idi necə olacaq imtahan falan. Yəni ilk imtahanda 9. Demək giriş ilk imtahanda, o ilk həyəcandı. Ona görə əslində biraz danışmaq maraqlıdır. Yəni onları biz də bilmirdik çünki orada gedəndə bayağı bir stres yaşamışdıq. Onun böyük ehtimal videonun iləriki zamanlarda deyəcəm, amma oradan artıq olmayın. Listening həqiqətən çox yaxşı işlədir. Həqiqətən çox təmiz formada işlədir. O aparat özü vaxt verir. Yəni tam olaraq şəffaf formada o listening keçirilir və həqiqətən eşidə bilirsən. Yəni məsələn, tutaq ki Nurdan full yazıb, amma 2 dənə səhv yazmışam. Amma məsələn mən demirəm ki, listeningdə problem var idi. Yəni listening olduğu qədər aydın idi. Sadəcə mənim səhvim idi o 2 səhv. Belə də açıq söz uşaqdır bu. İndi ingilis dilindən istifadə etdiyim kitablardan biraz. Mən bir tövsiyəm var ki, ingilis dilində əgər yaxşı olmaq istəyirsiniz, dil imtahanına hazırlaşmayın. Genel olaraq boşa hazırlaşın. Çünki həqiqətən elə olanda ingilis dilini tam verəcəksiniz.
Yəni %100 belə götürə bilərsiniz də. Yəni sadəcə demə də hazırlaşın, amma məncə generalın burada çox böyük faydası var. Mən generalında 1-2 kitab tövsiyə etmək istəyirəm. Facts and Figures serisi var. Bir də birinci dediyim o Facts and Figures serisindən hər yerə oradakı mətnlərdən həqiqətən düşür. Bu il desən hansısa imtahana düşüb, tam bilmirəm. Amma oradakı mətnlər hər yerdə düşür və yəni tanınmış bir kitab olduğu üçün sadəcə birinci kitabını işləsəz belə yetərdi yəni. Bir də mən ingilis dilində istifadə etdiyim bəzi kitablar var, hansı ki Nərgiz Nəcəfin kitablarıdır. Məsələn, 250 sınaq var, 100. Bu həqiqətən bunu mən də işləmişdim. Yəni bu çox Bu yaxşıdır. çox yaxşıdır. Axırındakı ümumi sınaqlardan da işləyə bilərsiniz, əgər vaxtınız azdırsa. PDF formasında falan. Bəli. Qiyməti biraz yüksəkdir çünki. Bir də mən bu kitabı tövsiyə edirəm. Bunu indiyədə çox tövsiyə elədim. Sadəcə son 1 ay qalmışdı. Dedi buna pul verib alan deyirəm. Amma çox yaxşı kitabdır. Yəni keçir sizə təzəcə alın və işləyin. Sınaq kitabıdır. Mən də bitirməmişəm. Böyük ehtimal bu il işləyəcəm. Amma çox yaxşıdır belə. Yəni bildiyin sınaq kitabıdır, amma həqiqətən yaxşı idi. Suallar səviyyəlidir. Dem kitablarından ən çox bəyəndiyim budur. Bir də Nərgiz Nəcəfdir. Nərgiz Nəcəf biraz uzadır. Məsələn, 1-2 dəfə işləyib başa düşən biri üçün o 5-6 dənə sınaq qoyur deyə. O biraz yorucudur, amma Nərgiz bir də bu çox qəşəngdir. Mən ingilis dilində toplar sevmirəm. Bəlkə də 50 dəfə işləmişəm deyə mənə şu şey gəlir. Mən toplunu açıb işləyəndə axıra yaxın müəllim təkrar işlədirdim. Mən sualları əzbərləmişəm və artıq səhvim çıxmırdı o dərəcə. Topların hərisini birində, ikində işləmişəm. Sən işləyibsən böyük ehtimal. Mən yəni, həm 1-2-ci hissələri, daha doğrusu sadəcə 1-ci hissəni və 9 illik işləmişəm. Amma yəni mənim fikrimcə yaxşı. Ayding var idi, şəklini qoyaram. Onu işləmişdim, amma 8-ci sinifdə işləmişəm. Sən Mənəvidir. Hə, onu da mən arada işləyirdim. Başqa bir də Aynur Həmidovun testləri var. Yox, təşəkkürlər. Aynur Həmidovun testləri var, onu işləyirdim. Yəni əlimə keçən hər bir Aynur Həmidovu işləyirdim. Onunki həqiqətən çox gözəl idi. Sən işləyirdin? Mən sadəcə toplar işləmişəm. Bir də toplun sonunda mətn idi, listening idi. Amma ən çox şey Nigar Dünyanın kitablarını. Bu arada uşaqlar ingilis dilində dim olaraq toplu 9-da çox yaxşıdır. 10 işləyib də gedə bilərsiniz. Hətta toplu 9-un mətnləri demək olar ki, imtahan mətnlərinə eyni şeydir. Eyni səviyyə. Mən onu bitirməmişdim. Top 9. Dim 9. Hə, Dim 9-dakı mətnləri mən bitirməmişdim düzün desəm. O kitab tam çıxmamışdım, amma o kitabı deyirəm ki, kaş başdan işləsəydim ki, çıxaydım. Short tekstləri, listingləri, yəni heç bir sınaq kitabı olmadan o kifayət edirdi. Mən onun əslində mətnlərini müəllim işlətmirdim. Mən 1 həftə qalmış başladım, amma məncə yəni çox yaxşı oldu. Hansı kitablardan istifadə edirsən? Bir də deyirəm, mən bir də Güvənin Listing Reading kitabını işləmişəm, o ayrıca olan. Mən biraz çox kitab işləmişəm açığı. Biraz Qəbul edirəm. Bu qədə kitaba biraz o bal düz gəlmir, amma belə bir şey var ki, mən imtahana son 26 gün qalmış oxumağa başladım. Şübhəli. Yəni əvvəldən də oxuyurdum, amma yəni son 20 gün neçə gün qalmış daha ciddi hazırlaşdım. Biz necə? Mən 6-cı sinifdən hazırlığa gedirəm. Sadəcə 9-cu sinif gəldi, çatdı. İlk 1-2 ayın oxuyurdum. Sonra başım qarışdı. Nəyə? Olimpiyadaya. Biraz pis olacaq bu, amma mənim başım olimpiyadaya qarışdı yenə bu il. Təəssüf. Heç təəssüflənmirəm mən. Oradan da bir şey gətirə bilmədim bu arada, maalesef. Ev yoxdur, xeyirli olsun. Çox uzaq. Bırak səsin niyə gəl? Çox belə gülmək istədim. Mən məsəl çəkirəm. Oradan bir şey gətirə bilmədim. Təəssüf silərsən. Yox, oradan bir şey gətirə bilmədim, düzün desəm təəssüf ki, həqiqətən. Bəlkə gəlini gətirdim, oranı bilmək olmaz. İnşallah. İnşallah. Gəlini qoysalar gətirmək istəyirəm. Alınsa. Hə. Başım sonra olimpiyadaya qarışdı. Olimpiyada qutardı. Mart idi. Birdən-birə mən ayıldım ki, imtahana 26 gün qalıb. Baxın uşaqlar. Farewell deyəsən ikinci şans idi. İkinci şans verəndən sonra mən biraz başım rahatlasın, dərslərdən qurtulum dedim. Amma mənim qabaqda buraxılışım olduğunu unutmuşam mən. Mən bir də ikinci şans demirəm, ikinci mərhələ. İkinci şans dedim. Nəysə. Mən onu unutmuşam. Mən son 26 gün qalmış. Mən bir dənə danq elədi ki, 26 gün qalıb. Mən o ərəfədə bir həyəcana, yəni gecə gündüz oxuyuram, o qədər oxuyurdum ki, əməl başda mənə görən bu qız ruha dönüb deyirdi. Düz olimpiyada haqqında da deyirdilər əvvəldən. Mən çünki mənim yuxu sistemim biraz qarışıq idi. Bu da bilir. Mən biz necə edirdim? Məktəbə gedirdim, sonra kursa gedirdim. Sonra kursdan 19:00-da gəlirdim. Yemək yeyirdim, 20:00-da dərsə qoşulurdum. 22:00-da qutardı dərs. Bəzən 23-ün yarısı falan. Neysə də bəzən 11-in yarısı qutardı dərs. Qutardı, axırıncı dəfə orada qalmışlar. Onda 11-in yarısı qutardı. Ondan sonra mən yatırdım. Saat 1-də dururdum yenə, 0:01-də. Mən biraz elektron saatla danışıram. 1:00-da. Elə ola bilər. Hə, ya da 2-nin yarısı dururdum. Həmin vaxtdan 7-yə qədər yenə dərs oxuyurdum.
Oradan sonra yəni Yeddiyə yatırdım. qədər. Hə, 7-nin yaşına Bəs- qədər. O bir gün sənin dərsin olmurdu. Hə, o bir gün kursda Hə, olurdum. kurs 3 dəfə oldu, düzdür? Bizdə 1-3-5 idi. Mənim. Bir də 6 var idi, 6 səhər var idi. 6 səhər bəzən getmirdim, o əlavə idi. Buradan müəllim fırlatmamışam, müəllim həqiqətən üzrü sayın. Hə, ikinci gün yatırdım biraz, saat 12-yə qədər falan. Hə, elə yatdığımda 2-4-6 yatırdım mən. Sonra dururdum, təzədən oxuyurdum. Yəni belə Məndə düzü hər gün biraz fərqli olurdu. 1-3-5 buraxılış fənlərindən kursa gedirdim. Saat 8-dən təqribi 1-ə qədər məktəbdə olurdum. Birdən də 5-ə qədər kursda, gəlinə qədər 6 falan olurdu. Axşamlar da onlayn dərsim olurdu demək olar çox vaxt. Bir də məsələn mən dərsləri çatdırmaq üçün gecə eləmirdim. Yatırdım 12-də saat. Belə 6-da falan dururdum da. Yəni Nurdan kimi 5 saatlıq yuxundan 2-3 saatlıq, 5 saatlıq belə çoxdur. yox, 5 saat mənə çox idi. Mən 2-3 saat yatırdım. Yatmağa gedəndə bu təzə dururdu. Hə. Sən 6-da yatırdın, mən 6-da Hə, dururdum. mən altı yatırdım, Amma bu məsələn altı 6-da durdum, axşama qədər full oyaq olmalıydım da yəni. Amma şeydir, mənim elədiyim heç düzgün deyil. Həqiqətən vəziyyətim mən bilirsən necə idim. Evdə yatmırdım, amma getdiyim və tapdığım hər bir yerdə yatırdım. Ayaq üstə, yəni oturduğum yerdə yatırdım. Deməli indi istəyirəm Azərbaycan dilinə keçək. O haqqda danışaq. Birinci Nurdana söz verim. Əslində mənim Azərbaycanla verəcək bir tövsiyəm yoxdur. 79 yığdığım üçün. Mən əslində Azərbaycan ilə aram heç vaxt yaxşı olmadı. Son 2-3 ay qalmış deyəsən mən hazırlaşırdım, Azərbaycan oxuyurdum. Mənim Azərbaycan həqiqətən heç nə eləməmişdim. Dim işləmişdim 9. Topluluq yəni həmişə kimi 1-2 işləmişəm illərdə. Güvən işləmişəm 9. Bir də MHM oxuyurdum son bir həftə sadəcə. Dəli kimi MHM oxuyurdum. Amma yəni verə biləcək yenə də bir tövsiyəm yoxdur da. Amma belə deyim ki, mənim Azərbaycan dilim sınaqlarda 40 falan gəlirdi, 40-50 arası. Ondan 79-a qalxızdım, amma məncə İncinin vardı. İncinin Azərbaycan çox yaxşı idi. Azərbaycan dilində mənim tövsiyələrim belədir ki, mən ümumiyyətlə kitab olaraq birinci Nurdan dediyi kimi mən də toplu bir ikinci isə bir də 9 illik istifadə edirdim. Amma ən çox demək olar ki, son vaxtlar yəni az müddət qalmış, ancaq 9 illik istifadə edirdim. Qayda mətnlər də həmçinin 9 illikdən və yəni 1-2-ci sən 9-cu sinif aid olan mətnlərini işləyirdim. Qayda kitab olaraq mən güvən bir də hədəf istifadə edirdim, amma güvən hər ikisi daha yaxşı idi. Yəni mənim fikrimcə ikisi də yaxşı kitablardır, istifadə edilə bilər. Hə, imtahan nəticəmlə bağlı gəldikdə isə mən qrammatikam demək olar ki, yəni yaxşı idi və imtahana ona görə 10-da 10 yazdım qrammatikanı. Sadəcə mənim problemim mətnlərdə idi. Çox uşaqdan fərqli olaraq, əslində çox uşaqdan Nurdan kimi məsələn, mətnlər yaxşı olur, qrammatikada problem yaşanır, amma məndə əksinə idi. Yəni mənim 4 dənə qapalı səhvim çıxmışdı mətnlərdən itəri biri. Bir də açıqlarımdan ballar qırılmışdı, tam xatırlamıram onu. Ümumilikdə də 86 bal idi deyəsən. Axırıncı olaraq başda dediyim imtahana giriş stresindən falan. İndi ikimizdə də bu arada fərqli idi. İkimiz də bir-birimizin kimi görmüşük, çünki oradan bilirəm. Mən də məsələn imtahana qədər çox stressliydim, amma mənim stresim çatdırmaqla bağlı idi ki, son 26 gün, 20 gün qalıb mən heç nə bilmirəm. O stres idi məndə, çatdırmaq stresi idi. Amma imtahana getməmişdən bir gün əvvəl biz danışmışdıq da, səhərdən axşama qədər mən İnci ilə danışırdım. İmtahanın əvvəl gün. Yəni imtahan günündə danışdıq. Hə, imtahan günü səhər də danışdıq. Hə, düzdür. Deməli, necə getdim mən imtahana, yadımdan çıxdı. Hə, məndə həyəcan yoxdur, mən çanta yığırdım hətta. Çantamda nə var videosu falan atmışdım indi, o dərəcə. Görüntü video atmamışdım, görüntü yığıb çantamda nə var onlar falan göstərmişdim. Bu yığmamışdı çantayı, yığmışdım. Rahatdır. Mən aparmışdım, maşına qoymuşdum. Hə, mən məndə heç həyəcan yox idi. Bu arada uşaqlar, əgər deyirsinizsə mən çox həyəcanlı biriyəm falan, məndə heç həyəcan yox idi. Mən bütün sınaqlarımda bərbad həyəcan edən biriyəm. Amma imtahanda heç belə həyəcan yox idi məndə. Mən imtahana girdim. Oturdum sadəcə orada nəzarətçi məni tanıdı. Biraz onda həyəcan elədim. Dedi sənə yəqin 300 bal falan gözləyir hamı. O söz demişdi mənə. Orada biraz həyəcan elədim. Mən normalda sınaqlarda ancaq OTK sınaqlarına gedirdim bu arada. Hə, sınaq tövsiyəsinə gələndə məncə buraxılış üçün OTK demək olar ki, eyni nəticəni verir. Mən bəzi nəticələrim vardı 276, 283, amma demək olar ki, əksəriyyəti 260 ətrafında fırlanırdı da, yəni. Mən də əslində 260-70 ətrafı fırlanırdı, amma mən güvənə gedirdim. Hə, məsələn OTK sınaqlarında öz kursumuzda olurdu, hazırlığa getdim. Yəni heç stres falan olmurdu, yəni normal sınaq idi. Ona görə nə stres çəkməyə ehtiyac var ki. Amma imtahan günü çox stresli idim. Hətta hər uşağa deyirdim ki, mən imtahana getmədən əvvəl kofe için. Sənə də demişdim, sən içmişdin. Biz mən o səhər kofe içirəm. İmtahana getməmişdən əvvəl də içmişdim. O normal idi.
Çünki adam oyaq qalır, amma nə edim? Özüm içməyi unutdum. Sizə buradan tövsiyə, böyük ehtimal çox adam demir bunu. Mən də deməmişlər. İmtahan zalına telefon aparmayın. Çünki orada demirlər telefon çıxart deyə. Amma imtahan zalına girdiyin an, Qapıda telefon- yoxlayanda bəli. qapıda yoxladıqları an görəndə ki telefon var, Çıxardılar birbaşa. imtahana atırlar səni yəni. Hə, bir də Nurdan dediyi kimi mənim imtahan girdiyim məktəbdə də yəni yoxlama bildiyin ciddi şəkildə idi. Hı. Bir də mən ümumiyyətlə ilk mən demək olar ki, onda çox bir stres olmamışdım. Nurdan mənə dedi ki, belə şeylər olacaq, hazır ol. Ona görə mən belə çox da həyecanlı değildim. Bir də biraz tez gedin. Yəni bu çox önəmlidir. Bir ən az yarım saat tez getmək lazımdır məncə. Yarım saat bəsdir bu arada. Otağı tapın, rahat oturun. Bizə 2 nəzarətçi var idi. Yəni yaxşıydılar, normal nəzarət edirlər. Uşaqlar da otaqdaşlar, yəni nəsə kopyaya falan əl atmadılar deyə Hə. rahat bir imtahan oldu. Bizdə də kopya əl atmazlar. Məncə siz də atmayın. Çünki Təbii ki. demə imtahan məncə şəffaf keçirilir. Həqiqətən şəffaf keçirilir. Ona görə məncə əl atmayın. İmtahan müddətində necə oldu? Hə, qapıda girişdə olan yoxlamanı olsun Nurdan mənə əvvəl demişdi deyə. Çox da belə narahatlıq, stres yaşamadım. Amma o dediyim kimi artıq son dəqiqələr ətrafları çatdırmağa çalışdığıma görə çox stres yaşadım. Düzü çatdırdım, amma düşünə bilmədim istədiyim kimi alınmadı da ətraflılar. Onun görə tövsiyəm budur ki, ətrafları axıra saxlamayın. Bu arada məndə də biznes oldu. 40 dəqiqə 50 dəqiqə arası mən essay hərclədim. Həqiqətən o qədər vaxtım getdi və nəzarətçi mənə hətta demişdi ki, sən çatdıramayacaqsan. Bir şəkildə çatdırdım, amma o 40 dəqiqə mənim həqiqətən boşa getdi. Çünki çox bir bal vermədilər. Axıra yaxın 2 dəqiqə qalmış mən belə rahatlığa çıxmışdım. Bu arada yanınıza su falan aparım. Mən düzü imtahan müddətində biraz stres olanı sadəcə itirdim. Bir də ən axırda içdim. Amma indi aparın, yanınızda qalsın. Düzü mən aparmamışdım, amma məncə aparmaq yəni yaxşıdır. Belə. Sonra imtahan çıxışı necə oldu səndə? Mən imtahana çıxmışdım. Deməli mənə gəldikdə isə mən cidden çox stres yaşayacağımı düşünürdüm. Bir də ətraflar son dəqiqə məni dəhşət stresli saldı deyə. Yəni imtahan otağında son 1-2 dəqiqə qalmış. Son 3 nəfər olur. İndidən deyə biləsiniz. İmtahan zalında son qalan 3 nəfərə imza atdırırlar ki, imtahan müddətində şəffaflıq qorunubdur. Hə, buna görə də deməli o son 3 nəfərdən biri də mən idim. Yəni son dəqiqələr Sadəcə qalmışdım. 3 nəfər qalmışdı sizdə. Yox, otaqda 3 nəfər qalmamışdı. Sadəcə son qutaran 3 nəfər imza atmalı idi. Kağız Bizdə üstə. hamı qurtarmışdı. Bu arada deyim ki, orada gərək 3 saatın içində gözləyəsən ki, tapsan versinlər. Yəni 9 ilk deyə bunu bilməyənlərə deyirəm. Bizim sinifdə amma hamı qalmışdı. Amma mən imza atan 3 nəfərin içində idim həmçinin. Mən də həmçinin. Yəni ona görə ətraflardan dolayı çıxarkən az-maz ağlamış ola bilərəm. Şübhəli. Hə, biraz bu çox şeydir. Bu yerlə bir olmuşdu biraz. Elə deyək. Amma məndə şeydə elə bir durum yox idi. Mən imtahana hətta 3-4 gün keçmişdi elə. Yəni bayağı bir keçmişdi imtahandan. Mən imtahandan çıxdım. Mən imtahana girdiyimi hiss eləməmişdim. Mən elə bil heç həyatımda imtahana girməmiş kimi hiss edirdim də. Yəni imtahana girib çıxdım, məndən bir 5-6 gün sonradan gələcəm. Mən imtahana girmişəm. Nə var oldu bu falan? Rahatçılıqdan istəyirəm. Hə. Bir də nə deyəcəydim? Cavablar çıxmasın. Hə, məsələn Nurdanı mən gözləyirdim ki, gəlsin. Bu dəqiqə evə gələn kimi bütün videoları saxlamışdım ki, cavabları yoxlasın. O dəqiqə atdım. Hə. Sən atmamışdın deyəsən. Yox, ümumiyyətlə bizim imtahan çox gec çıxdı biraz. Sizdə var idi. Geç çıxmışdı. Hə, bizdə çox gec paylaşmışlar YouTube-da. Bir də listening cavabları yox idi. Ona qədər bir səhvim var idi, sevinmişdim. Listening tapandan sonra maalesef pis olduq, hə. Biraz da. Amma bundan sonra biraz qəbulləndim də, yəni bu balı. Düz bu qədər az gözləmirdik ikimiz də. Amma yenə də məncə pis bal deyil bu imtahana görə. Biz yenə deyirəm, bizdən hamı 290 gözləyirdi. Yəni Ən az 280 plus falan. bilmirəm niyə gözləyirdilər. Məndən şəxsən gözləməli oldum. Özüm də gözləmirdim. Hə, mən belə gözləmirdim. Əslində mən də gözləyirdim 290-ı. Soruşan hamıya deyirdim ki, 290 yazaram falan. Amma elə olmurmuş dostlar. Və ilin əvvəlində həqiqətən çox həvəsli oluruq. Hə. İmtahandan sonra bildiyin həvəs ölür də. Bəlkə ilin ortasında mən biraz bəhanə olacaq, o hazırlaşmamışdım, amma ilin ortasında bəlkə hazırlaşsaydım maraqlaşsa belə olmazdı. Bir də imtahan cavabları çıxandan danışım. Deməli, mən yuxuda görmüşdüm. Mənim yuxularım məşhurdur. Mən yuxuda görmüşdüm ki, 5-ci gün çıxacaq. Ona görə boşuna 3 ilə 4-ü gözləmədim. Amma məsələn cəmaət hamı 3 ilə 4-ü gözləyirdi, yəni bütün gün telefonun başında. Mən bilirdim 5-ci gün çıxacaq. Ona görə boşuna gözləmədim. 5-ci gün sadəcə 2 şey oldu, stres oldum. Birində o 12 aprel cavabların yaxın zamanda çıxacaq. Şeydə elə bildim. Təəssüf xəbərlər Hə. WhatsApp. Elə bildim çıxıb. Onda biraz şey oldum, gərildim. Bir də bizim məktəb qrupunda biri imtahan çıxıb
cavablar çıxıb deyə biz zarafat eləmişdik. Onda Elə gəlirdim. olaydı. Ürəyim düşdü biraz orada. Nə tez falan. Çıxanda necə? Hə, cavablar necə çıxdı? Kursa getmişdim. Mən yuxuda görmüşdüm axşam çıxır normalda. Amma kursda çıxdı bizdə. Kursa Saat getmişdim. 4 falan idi. Yox, 1-ci saat idi bizdə. 1-ci saat qurtardı. Okay. Saat 15-də, hə. Kimya sınağı işləmişdik biz. O kimya sınağı qurtardı. Mən müəllimə verdim. Gəldim, baxdım ki, telefonda saat neçədir. Gördüm 77:20-dən bir dənə mesaj var. Əvvəl qorxdum ki, bu 1 saat əvvəl gəlib yəqin. 1 saat işləyirik də çünki sınağı. Mən baxmamışam. Baxdım elə oturdum ağladım yəni. Hamı belə eləyir. Yəni heç kim bilmir nə eləsin mən haqqda. Hə, belə götürmüşəm. Belə dayanmışam mən. Yanında hamı kalkulyatordan falan hesablayır. Mən şokdayam. Bilmirəm nə qədər yığmışsan. Yanında qız var. Mən belə itələyir ki, ay Nurdan qırmızı atestat düşübsən. Ayıl. Mən ağlayıram. Atestat deməyək. Bizim vaxtımızda bu ildən bildiyiniz kimi 11 və 9-cu sinifdə Həmçinin elektron diplomlarım. elektron formaya keçirildi. Ona görə təəssüf ki, əlimizdə Qırmızı atestatdan tutub şəkil çəkə bilməyəcəyik. Sən də danış. Mən deməli bizdə əslində çox biraz haqsızlıq kimi oldu. Hər 1 və 2-ci zonada 5-ci gün vaxtında çıxdı, yəni normal olaraq. Bizdə 5-ci gün gözlədik, 6-cı gün gözlədik, çıxmır. Bir də 1-ci gün desən çıxdı, dəqiq xatırlamıram. Çünki 2-ci gündən başlayaraq desən tətil. Bir dənə şey yadımdadır ki, elə belə bir dənə xəbər paylaşmışdılar ki, 26 aprel çıxıb. Mən də götürüb İnciyə yazmışdım. Daha doğrusu yox, İncinin şey yox idi məndə. Anamın telefonuna yazmışdım, onun nömrəsi yox idi. Anasına yazmışdım. Anası da buna yazıb ki, cavablar çıxıb. Bunu da orada biraz ürəyi falan gedib, internet yox imiş, zəng edib. Hə, bunu biraz stresə soxmuşdum. Həmin gün çıxmadı. Bir neçə gün sonra çıxdım. O 5-ci gün idi deyəsən. Hə. 5-ci gün gün bütün gün gözlədik, çıxmadı. Xatırlamıramsa 1-ci gün çıxdı. Çünki 2-ci gündən etibarən artıq iş günləri deyildi, tətil günü idi deyəsən. Yəni onsuz ya 1-ci gün çıxacaqdı, ya da bir həftə sonra gecikəcəkdi. Ona görə inandım ki, artıq 1-ci gün çıxacaq. Bir də telefonla bütün günü Dimin WhatsApp kanalından səsi eləmişəm. Bildirimlər açmışam. Ona görə də yəni çox belə hər mesaja, belə bildiyin telefona baxıram da hər mesaj Mən gələndə. o dərəcə şey olmamış. Mən sadəcə o dediyim 2 dənə şeydə belə biraz şey oldum, amma belə oturub bütün gün gözləməmişdim açığı. Bəli dostlar, videomuz bura qədər idi. Əgər videonu bəyənmisinizsə, like etməyi, abunə olmağı və yorum yazmağı unutmayın. Bundan sonraki videom böyük ehtimal Kənan Vəliyevlə olacaq. 3-cü qrup 687 bal, həmçinin tarixdən qızıl medalçıdır. Əgər ona verə biləcəyiniz suallar varsa, onu da həmçinin yorumlarda qeyd etməyinizə sevinərəm. Hələlik. Hələlik.